Ata, uşaqlar mənə məktəbdə deyir ki, oturub söhbət eləyirdik. Deyir ki, Allahın əli var. Mən də maraqlıdır. Allahın əli var. Maşallah, Mahir, çox gözəl sual vermisiniz bir-birinizə. Gəl belə deyim də sənə. Allahın əli deyəndə nə nəzərdə tutulur? Bax, bizim əllərimiz var, düzdür? Biz əlimizlə nə edirik? Qələm tutub yazı yazırıq, iş görürük. Misal üçün ağırlıq qaldırırıq. Bu idman növü var, ağırlıq qaldıranlar. Diqqət eləmirsən də onlara yəqin ki, nə edirlər? Güclə qaldırırlar əlləri ilə başlarının üzərinə. Bu nəyi bildirir? Onların əllərinin qüvvətli və qüdrətli olmağını bildirir. Bax, misal üçün el arasında bir dənə misal var. Deyirlər ki, filan kəsin əlindən filan iş gəlməz. Yəni bu əldən gəlmək məsələsidir. Yəni filan kəsin o işi görməyə qüdrəti çatmaz, gücü çatmaz. Burada yəni Allah bizləri, insanları əli ilə yaratdı deyəndə bu əl nəzərdə tutulmur da. O deməkdir ki, Allah öz istəyi ilə və öz qüdrəti ilə yaratdı insanları. Bəs mənə maraqlı, sən uşaqlara nə cavab verdin? Ata, sən mənə demişdin, Allah ehtiyatsız. Mən də onlara dedim ki, Allah ehtiyatsız, ona görə əli ola bilməz. Əhsən, maşallah, maşallah.